İndi isə sabit cəryan qanunlarında seçilmiş bəzi suallara baxaq. 10-cu sualda bizə deyir ki, müqavimətin gərginlikdən asılığı. Biz bilirik ki, gərginlikdən müqavimət asılı deyil. Düzdür, R bərabərdir, U bölək I düsturu var. Ancaq bu düsturdan dərs zamanı demişik ki, asıllıq yoxdur. Yəni, müqavimətin asılı olduğu kəmiyyətlərlə belə bir düsturu var. Rho L bölək S. 11-ci isə 10-cunun tərsidir. Yəni, burada isə əksinə I-nin R-dən asıllığını, yəni cəryan şiddətinin müqavimətdən asıllığını soruşur. Cəryan şiddəti müqavimətlə bu düstura əsasən deyirik ki, tərs asılıdır. Deməli, belə bir qayda kimi çıxarda bilərik ki, I, U, R-dən asıllığı var. Ancaq R-in I-dən və U-dan asıllığı yoxdur. İndi isə digər məsələyə baxaq. Baxırıq, deyir ki, məsələdə bizə cəryan şiddətinin, yəni ampermetrin göstərişi 4-dür. Yazıram, I bərabərdir 4-ə. Gərginliyimizi isə 12 verib. U bərabərdir 12-yə. Və biz baxırıq ki, bu dövrəyə R-lər paralel olaraq birləşibdir. Paralel birləşmədə R-i, yəni müqaviməti tapan zaman sayına bölməliyik. Ardıcılda toplayırdıq, paraleldə isə sayına bölürdük. Və bizdən müqaviməti tapmamızı istəyir. Elə belə yaza bilərik. 12 bərabərdir 4 vuraq, R bölək 3. Bunları da, buradan da R-i taparıq ki, və cavab 9. R-imiz 9 olar. İndi isə digər məsələyə keçək. Deyir ki, gərginlik sabit qalmaqla açarı qapasaq. A1 və A2 ampermetrlərinin göstərişi necə dəyişər? Bir qayda olaraq deyirəm ki, paralel birləşmələrdə, yəni paralel birləşmə zamanı bir qolda baş verən dəyişirlik digərinə təsir etmir. Ardıcıl olsaydı, bəli, onda əlaqə var deyə digərində olan dəyişirlik digərinə təsir edir. Ancaq paraleldə isə bir qolun digərinə təsiri yoxdur. İndi isə baxaq. Bizə nə deyir? Bizə deyir ki, açar əvvəlcə açıq imiş ki, açarı sonra qapıyır. Birinci hal üçün yaza bilərik ki, elə bir ki, cəryanımız buradan gəlib, bağlı olan dövrə ilə buradan keçər. Yəni, belə deyək, açıq olan zaman birinci halda elə müqavimətimiz təkcə bu R-dir. Bir R. İndi isə ikinci hala baxaq. Qapalı olanda nə olur? Qapalı olanda buradan da cəryan keçir. Həm yuxarıdan, həm də aşağıdan cəryan keçir. Bu zaman paralel birləşmə olur. Paralel birləşmədə də sayına bölürdük müqaviməti. Yəni 2 dənə olduğuna görə R bölək 2 olur. Və buradan da görürük ki, müqavimətlər necə dəyişdi? Yəni R-dən R bölək 2-yə keçdiyinə görə 2 dəfə azaldı. Deməli, cəryan şiddəti artar. Yəni, belə göstərək sizə. Gəlin, baxaq. Nə dedik? Proses bu yuxarıdakı qolda baş verdi. Ona görə A1-imiz dəyişməz. Yəni, A1 konstant qalar. Konstant. Yəni, A1 ilə bizim işimiz yoxdur. Biz A2-yə baxırıq. A2-də də gördükmü ki, bu ümumi müqaviməti ölçür. Yəni, bu ikisinin də qoldan keçən ümumi müqavimət gəlir yekunda A2-dən keçir. Ona görə A2-nin qiyməti artdı. Bunun da səbəbi müqavimətin 2 dəfə azalmaq oldu. Yəni, A1 dəyişməz, A2 isə artar. Cavabımız C variantı. Və 4-cü də eynən bu qaydadadır. İndi 8-ciyə baxaq. Biz belə prosesli, yəni 2 tərəfli qrafikləri elə termodinamikada keçmişik. İndi isə baxaq 1 ilə 2-ci hala. İlk öncə 1 ilə 2-yə baxaq. 1-2-də görürük ki, cəryan şiddətinin müqavimətdən tərs asıllığını verib. Biz də bilirikmi? I bərabərdir, U bölək R-dir. Deməli, gərginlik sabit qalmalıdır ki, bizim I-nin R-dən asıllığının deyə bilək. İndi yazırıq. Və deməli, 1-dən 2-yə keçdiyi zaman U-nun sabit qiymətini axtarırıq. 1-dən 2-yə keçən zaman bir A-da var, B-də var və C variantında var ki,
nədir? 1-dən 2-yə keçən zaman unun sabit qalmağı. İndi baxaq görək. Bəli, inin udan asılılığı bu hər bir variantda var və görürük ki, oxun ucu aşağı olduğuna görə cərəyan şiddətinin azalan qiyməti. İndi isə 2-dən 3-ə baxaq. 2-dən 3-ə baxan zaman görürük ki, müqavimətimiz sabitdir. Yəni, i bərabərdir u bölək r-dən. Bu dəfə müqavimət sabitdir. İ'nin udan asıllığını sanki istəyir. Görürük ki, cərəyan şiddəti artır. Çünki oxun ucu yuxarıya doğrudur. Cərəyan şiddətinin qiyməti artan zaman gərginliyin də qiymətinin artması göstərilməlidir. 2-3-ə baxırıq. Baxdıq. Bu və 2-dən 3-ə r-in tərs sabit qalmağını göstərdik və bunlar da düz asıllıq. Cavab V variantı. İndi isə keçək digər məsələyə. Baxın, burada yoldaşlar, bir şey deyim. Müqavimət nə qədər çox olarsa, həmin yerdən cərəyan şiddəti sanki qaçır. Yəni, biz belə deyə bilərik ki, cərəyan şiddəti müqaviməti sevmir də. Yəni, müqavimət nə qədər az olsa, cərəyan şiddəti bir o qədər çox olar. Və gəlib 2 dənə yolu var. Bax, bu müsbət yükdən cərəyan keçir. 2 dənə yolu var. Ya belə getməlidir, yoldaşlar, ya da ki, bu düz naqildən keçməlidir. Və baxırıq ki, burada müqavimət olduğuna görə cərəyan sanki rahat yolu seçir. Və buradan gəlir, boş olan naqillə keçir. Və burada məcburdur artıq keçməyə. Görürükmü ki, 3 dənə müqavimətin ardıcıl birləşməsidir. Baxırıq. Ardıcıl birləşmədə nə demişdik? Daha doğrusu paralel birləşmədə nə demişdik? Sayına bölmək demişdik. R bölü 3. İndi bura gəlirik. İndi baxaq. Yenə bu R-dən gəlib keçməyə şansı var və düz naqildən. Bu dəfə yenə düz naqildən, yəni boş naqildən keçərək cərəyan gəlir mənfi qütbə. Bu zaman nə oldu sadəcə ümumi müqavimət? Sadəcə bu 3 dənə müqavimətin paralel birləşməsi və cavab B variantı. İndi isə 13-ə baxaq. 13-cü məsələdə nə deyir? Bizə deyir ki, A1-in göstərişi 4-dür və A2-nin göstərişini hesabla. İndi baxaq yoldaşlar. Görürük ki, burada ardıcıl birləşmədir. Ardıcıl birləşmədə müqavimətlər toplanır. Yəni 2R-ə belə deyək də 4-dürsə, burada nədir? Paralel birləşmədə isə sayına bölmək idi. Və burada nədir? R bölək 2-dir. R bölək 2-yə də biz avtomatik riyazi olaraq deyə bilərik ki, 16 olar. Yəni 2-yə 4-dürsə, R bölək 2-yə isə 4 dəfə artığı, yəni 4-ün 4 dəfə artığı olan 16. İndi isə baxırıq 3-cü məsələyə. Baxın, burada bizə deyir ki, reostatın qolunu sağa sürüşdürmək. Sağa sürüşdürən zaman, gəlin baxaq ilk öncə. Cərəyanımız buradan gəlir və buradan keçib, bu qədər hissəni keçərək gedir ampermetrdən keçməyə. Aha, indi baxırıq. Və bizə nə dedi? Sağa sürüşdürmək. Gəlin, başqa rənglə göstərək. Sağa sürüşdürmək sanki reostatın qolunu bura gətirdik. Və biz görürükmü ki, bu kiçik hissəni keçərək gedir cərəyan. Deməli, nə oldu? Uzunluğumuz azaldı. Yəni, R bərabərdir. Rho, L bölək S düsturundan. Uzunluğumuz azaldısa, müqavimətimiz də azaldı. Və biz bilirik, I bərabərdir. U bölək R-dən. Cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Baxırıq ki, müqavimət azaldı. Müqavimət azaldısa, cərəyan şiddəti artar. Bəli, cərəyan şiddəti artar. Voltmetrdə əlbəttə ki, müqavimətin azalmağından voltmetrin də qiyməti artar. Yəni, çünki bu birləşmə nədir? Bir növ ardıcıl birləşmədir. Aha, artar və artar. B variantı. İndi baxaq növbəti suala. Növbəti sualda isə bizə elə bir ki, buranı paralel birləşmə kimi verib. Baxın, bura paralel birləşmədir, digərlərinə isə ardıcıldır. İndi baxaq. Görürük ki, 6 ilə 3 ohm bir-birinə paralel birləşibdir. Paralel birləşmə zamanı, baxın, müxtəlifdir. Birinin qiyməti 6-dır, birinin qiyməti isə 3-dür. Bu zaman yazırıq. 6 vuraq 3 bölək, 6 üstə gələk 3.
Bunun cavabı isə 2 eləyir. Yəni 18 bölək 9-dan 2. Aha, tapdıq ki, bura 2-dir. Görürsüz? Baxın, deməli buranın qiymətini də 2-dir və görürük yuxarıdakının qiyməti də 2-dir, aşağıdakının qiyməti də 2-dir. Və deməli bunlar da bir-birlərinə necə qoşulub? Ardıcıl qoşulub. Ardıcıl qoşulmada isə müqavimətlər toplanır. 2 üzərinə gəl 2, üzərinə gəl 2. Elədimi? Müqavimətimiz 6. İndi isə baxırıq. Bizə nə deyibdir? Cərəyan şiddətinin. Bax, bura 6-dırsa, gəlin bunu silim, yenidən yazaq. Görürük ki, buranı 6 ohm verib, buranı 3 ohm verib. Elə deyilmi? Və ümumi buradan gələn cərəyan şiddətinin, yəni bax bu, ampermetrdən keçən cərəyan şiddətini bura 2 veribdir. Elə deyilmi? 6 ohma 2-dirsə 3 ohma 4 olar. Bununsa səbəbi nədir? Müqavimətlə inin tərs asılı olmağı. Yəni görürük 6 ohmdur müqavimət. Deməli cərəyan şiddətini bizə məsələdə 2 verib. 3 ohma, yəni 2 dəfə müqavimət azalanda əksinə inin qiyməti 2 dəfə artar, 4 olar. Bunu da məsələnin köməyi ilə yazdıq. Yəni cərəyan şiddətimizi yazırıq ki 6. Aha. İndi isə gəlin buya baxaq. Bu da nədir? Ümumi vuraq, eğer ümumidir də. 6 dəfə 6-mız eləyir 36. Cavabımız deməli D variantı oldu. İndi isə baxırıq 11-ci çalışmaya. 11-ci çalışmada bizə, bəli, wattmetr deyir. Ümumiyyətlə voltmetr ki bilirik, ampermetr bilirik. Bu isə wattmetrdir. Wattmetr deməli P bərabərdir. Yəni wattmetr nədir? Watt nəyin vahididir? Gücün vahididir də. Ona görə P bərabərdir İU düsturundan hesablayırıq. Biz görürükmü ki, wattmetr deməli cərəyan şiddətini ampermetrlə ölçürük. Gərginliyi isə voltmetrlə ölçürük. Deməli wattmetri, yəni gücü isə həm ardıcıl olaraq ampermetr kimi dövrəyə qoşulmalıydı, həm də paralel olaraq voltmetr kimi dövrəyə qoşulmalıdır. Bir növ belə deyək də qısacası. Wattmetr həm ardıcıl olaraq ampermetr kimi qoşulmalıdır, həm də voltmetr kimi paralel qoşulmalıdır. Və wattmetrin işarəsi, bax belə, 4 dənə çıxıntısı olmalıdır. Bax, 4 dənə birləşdiyi yer olmalıdır. Bu isə baxırıq. Bax, burada xeyir, bu yanlışdır. Burada görürük bir dənə, yanlış və baxın A variantına. A variantına görürükmü ki, nisbətən həm paralel xatırladır, bax bu birləşmə, həm də ardıcılı xatırladır. Ona görə elə cavabımız A variantı olar. Deməli nə oldu? Wattmetr gücü ölçdü bir növ. Həm də İU düsturuna görə elə həm özünü ampermetr kimi, həm də ki voltmetr kimi aparır.